Görün nəfəs aldığınız hava sizi yavaş-yavaş öldürsəydi nə edərdiniz? Dünyada elə şəhərlər var ki, bir neçə saat küçədə gəzmək günlərlə siqaret çəkməyə bərabər sayılır. Gəlin bu gün planetimizin ən çirkli, ən tozlu, ən zəhərli 5 şəhərinə səyahət edək. Sonda isə sizi heyrətləndirəcək bir fakt gözləyir. Lahore, Pakistan. Pakistanda yerləşən mədəniyyət və tarixlə zəngin bir şəhərdir. Ancaq təəssüf ki, bu şəhər gözəlliyin qara tüstü və zəhərli qazlar arxasında gizlətməyə məcburdur. Burada havadakı zərərli maddələrin miqdarı beynəlxalq normadan dəfələrlə yüksəkdir. Səhərləri duman deyil, tüstü qarşılayır insanları. İnsanlar maskasız çölə çıxmaqdan çəkinir. Ən pisi isə bu vəziyyət artıq normal hal alıb. Ağciyər xəstəlikləri, astma və ürək-damar problemləri gündəlik həyatın bir parçasına çevrilib. Hotan Çinin Sincan bölgəsində yerləşir. Bu şəhər ətrafında yerləşən səhralar və sənaye tullantıları səbəbindən demək olar ki, il boyu toz içində boğulur. Hər gün sanki toz fırtınası ilə oyanmaq adi bir şeydir burada. Səhranın tozları və sənayenin tüstüsü birlikdə havanı nəfəs alınmaz hala gətirib. Elmi araşdırmalara görə Hotan dünyada toz miqdarına görə ilk sıralardadır. Günəşin görünmədiyi günlər o qədər çoxdur ki, insanlar artıq parlaq günəşə həsrət qalıblar. Hindistanın paytaxtı olan Delhi həm sıx əhali, həm də nəzarətsiz avtomobil və sənaye emissiyaları səbəbilə çox ciddi hava çirkliyi ilə mübarizə aparır. Bəzi günlərdə havanın keyfiyyəti o qədər pisləşir ki, məktəblər bağlanır. İnsanlar təcili maskalarla təmin edilir. Şəhərdə nəfəs almaq adətə siqaret çəkməklə eyniləşdirilir. Xüsusilə qış aylarında vəziyyət daha da pisləşir, çünki havadakı duman və tüstü sıxlaşır. Burada yaşamaq çox çətindir. Düşənbə Tacikistanın paytaxtıdır və gözəl dağlarla əhatə olunmasına baxmayaraq havanın keyfiyyəti burada da olduqca aşağıdır. Sovet dövründən qalma fabriklər, köhnə avtomobillər və enerjiyə tələbat səbəbilə kömürdən istifadənin çoxluğu şəhəri çirkli və dumanlı bir məkana çevirib. Təbiətin gözəlliyi sənaye çirkliyini kölgəsində etib. Burada yaşayan insanlar demək olar ki, daim toz və tüstü içində həyatlarını davam etdirirlər. Monqolistan paytaxtı Ulan Bator soyuq iqlimi və enerji ehtiyaclarını qarşılamaq üçün kömürdən geniş istifadə edir. Havanın ən zəhərli olduğu şəhərlərdən biridir. Xüsusilə qış aylarında şəhər bir duman dənizinə bürünür. Sakinlər isti qalmaq üçün soba və kömür istifadə edir. Bu da atmosferə böyük miqdarda zərərli qazların yaranmasına səbəb olur. Nəticədə şəhərdə havadakı zərərli maddələrin miqdarı bəzən təhlükəsizlik limitlərini 10 dəfəyə qədər keçə bilir. Təsəvvür edin ki, burada doğulan uşaqlar artıq həyatlarının ilk illərində tənəffüs problemi ilə üzləşirlər. Bunlar sadəcə 5 nümunədir, amma dünya üzrə yüzlərlə şəhər bu cür təhlükəli hava şəraitindədir. Bu sadəcə bir ekoloji problem deyil, bu milyonlarla insanın həyat keyfiyyətinə və sağlamlığına birbaşa təsir edən bir fəlakətdir. Bəs sizcə bu cür şəhərlərdə yaşamaq olarmı? Bu çirklənmənin qarşısını almaq üçün sizcə nələr etməlidir? Fikirlərinizi şərhlərdə bölüşün. Əgər bu cür maraqlı və düşündürücü videoların davamını görmək istəyirsinizsə, abunə olmanızı xahiş edirik.